Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz mənim əzizlərim? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Başım bu aralar qarışıqdır, gec-gec vlog paylaşıram. Bilirəm siz də gözləyirsiniz vlog. Buna görə çox-çox üzr istəyirəm. Bilirsiniz, yay günləridir, yayda da iş çox olur, yığışdır, təmizlə, ona görə də yəni vlog çəkməyə vaxtım olmur. İstəsəm düzdür, iş görərkən vlog da çəkə bilərəm, amma ki, nə yalan deyim, bu aralar heç həvəsim yoxdur vlog çəkməyə. Elə deyirəm, tez bu yay təmizlik işlərini tez bitirim, canım qutarsın. Nəysə, bir sözlə elə başım iş-gücə qarışıb deyə vlog yada düşmür. Hətta köhnədən çəkdiyim videolar da yığılıb qalıb telefonda. Onları belə vaxtım yoxdur, həm də həvəsim yoxdur montaj edib paylaşmağa. Elə səbəblərdən də biri budur ki, videom yetərincə var paylaşmağa. Ona görə də vloglar, əlavə vloglar çəkmirdim. Deyirdim elə bu vaxt edim bu videoları paylaşım, daha sonra yeni videolar çəkərəm. Nəysə ki, özümü necəsə məcbur elədim. Bu köhnə videolardan qalan videoları montaj elədim. Dedim, təqdim edim sizə, izləyəsiniz. Hətta bu hazırladığım vlogdan sonra 2 vlog da var ki, gecikmiş vloglar. Onları da çalışacağım tez vaxtda montaj edib paylaşım. Hələ ki bunu izləyin. Deməli bu da günlərdən hansı gündür artıq yadımdan çıxıb. Belə dənizə gəlmişdik istirahətə. Arada yəni istirahət üçün də vaxt tapmışıq. Elə vaxt tapan kimi də fürsətdən istifadə edib gəlmişik çimərliyə. Dedik arada özümüzə istirahət də verək. Düzdür, bir dəfə gəlmişik, bu artıq ikinci dəfəmizdir dənizə gəlişimizin. Amma o birinci dəfədə demək olar ki, yəni dəniz sezonu deyildi də. Adam insan yox idi. Dənizdə hazırlıqlar gedirdi. Və bu dəfə gələndə isə əməli başlı insanlar çoxalmışdı. Yəni isti idi də, hava əməli başlı əsl dəniz havası idi. Və elə nəysə ki, anidən qərar verdik baldızımgindən. Gələk dənizə və yığışdıq, elə gəldik, evdə də nə var ondan götürdük. Baldızım da burada evdə pişirdiyi yeməklərdən götürüb gəlib. Badımcan da tabaka falan hazırlamışdı, mən isə soyutmalar hazırlamışdım. Və belə bu vlog demək olar ki, dəniz vlogu sayılır. Bir də qar qaçılma olacaq ardınca. Sona qədər izləsəz, ümid edirəm ki, bəyənəcəyiniz bir vlog olar. Və görək bu vlogda nələr var, izləyək. Bu şəkildə çəkilmiş ət atıram içinə, tatlı olur. Yoxlayıram dəfə. Lobyanın da şey var. Yoxlayacağım. Sən duzda eləmişəm, ya istiyorsun ya. Heç nə olan. Qatıq götürərdim. Gəlmişim saat edim. Və yox, iş şeyləmdir. Balacadır stol, amma yerləşmədik. Bu boyda stola yerləşmir. Məndə hamısı soyutmadır. Olsun. Neçə kim oturacaq? Say 2-2-1. Axşam? Ya o mənlə məzələnir, ya o ilə məzələnir. Mustaşı da yəni ki, nə qədər istəsən oturda da say içinədir. Boşdur. Bunu asmağa yeri yox. 15 var. Belə eləyirsiniz, cəmaat yerin maşında oturur da. Deyirsən öşbələdir. Burada da qarışıq turşu gətirmişəm. Nə şey var, ay sevim. Nə istəyirsən? Nə olsun qaynanmış, bunun öz yeri var, onun öz yeri var. Burada da qarışıq turşu götürmüşəm. Zeytun, meytun, acı biber. Necələ? Mən gətirdim.
Gedəndə dənizə də girmişəm. Bu illərim də giyindim, dedim bu il işə qəşəng qalır. Hər gün belə eləyirəm. Yala. Satma özünü. Soyuqdur biraz. Sürpriz aldı da. Al Ayşe. 60 yaşım var. Ozanlık da ya. Hadi git de kal. Ay, orada diyorum ben babamın 40 yaşı bu belleri. Oo. Aa kız Bir kaldı. Ceyran'ı gördüm ya. Bunun da 55 yaşı var. Ne yazsam sevgiden yazır. Və beləliklə qızlar çox gözəl, maraqlı bir gün keçirdik. İki ailə deyəndə baldızım yoldaşı ilə idi. Bir də mən yoldaşımla getmişdik, 4 nəfər. Gəldik, qəşəng vaxt keçirdik. Yəni gün orta saatlarında getmişdik deyə axşama doğru qayıtdıq. Yəni əslində az keçirmədik orada vaxtı. Dənizdə hardasa 4-5 saat olduq. Amma yəni tez gəldiyimizə görə qaydanda hələ işıqlı idi. Hələ yedik, içdik, çay içdik, getdik biraz dəniz kənarında gəzdik, elədik. Sonra oturduk, söhbət falan elədik. Bir sözlə maraqlı bir gün keçdi. Və çox gözəl bir gündən sonra, çox gözəl bir istirahətdən sonra qayıtdıq evimizə. Artıq evdəyik. Və gündüz yoldaşım gedib kargolarımı gətirmişdi. Sadəcə olaraq dəniz hazırlığı edirdim deyə kargolarımı açmamışdım. Dedim elə qayıdandan sonra onu da açın. Bu videonun ardına da əlavə edim. Çünki video çox qısa alınmışdı. Dedim bu kargonu da əlavə edim ki, biraz heç olmaya bir 10-15 dəqiqəlik video olsun, vlog olsun. Dedim elə bu kargo açılımını da əlavə edim bura. Bir sözlə belə bir kargomuz gəlmişdi. Burada həm oğlumun sifarişləri var, həm də ki özümün sifarişimdir. Yenə də uşaqlar üçün etdiyim sifarişlərdir, düzdür. Və oğlum belə bir özünə yay krasovkası sifariş vermişdi. Daha doğrusu mən seçmişdim onun üçün. O bilir ki, yaxşısını seçirəm hər zaman. Biraz bahalı krasovka idi. Hardasa 53 manata idi deyəsən qiyməti. Amma çox keyfiyyətli idi və əsas odur ki, tərlətməyəndi. Çünki oğlumun ayağı tərləyəndi. Bu krasovkadan sonra 1 qram ayağından iyi gəlmirdi də. Yəni bəzən olur ki, özü mənə məsləhət etmədən alır krasovka və bəzən tərləmələr olur ayağında. Ona görə də deyir ki, mən seçə bilmirəm, sən mənim üçün seç.
və seçdik. Çox bəyəndi. Dedi, əsas o da ayağımı tərlətmir, həm də modeli çox xoşuma gəldi. Elə daha sonra yoldaşım üçün 2 ədəd belə optik eynək sifariş etmişdim. 3 nömrədir. Gözü mənə nisbətən daha çox zəifdir. Mən hardasa 2 nömrə, 1.75, 2 nömrə istifadə edirəm, amma ona 3 gözünə 3 düşür. Və bilmirəm niyəsə tez-tez bu eynəkləri qırır, ona görə də hələ ki son taxdığı eynək var idi. Dedim birdən o qırılsa eynəksiz qalacaq, ona görə də 2 dənə də zapas aldım, qoydum evə. Və daha sonra oğlum üçün belə pambıq materialdan qısa qol mayka aldım ona. Yəni mayka deyəndə kimono maykadır da. Adətən o çölə bayıra çıxanda qollu deyəndə qısa qol futbolka geyinir, amma belə qısa maykaları, qısa qol maykalı, kimono maykaları evdə və yaxud dənizə falan gedəndə geyinir. Ona görə artıq köhnəlmişdi evdəkilər. Dedim təzə bir şeylər olsun. Və bir də belə qardaşım üçün belə bir köynək aldım. Doğum günü olmuşdu. Köynək aldım. Üstünə də keçən vlogda bəlkə də görmüşdünüz. Dedim hədiyyəlik Bargello ətri almışdım və həmən ətrin birində bunun üstünə qoydum. Göndərdim qardaşıma doğum günündə hədiyyə olaraq. Sağlıqla giyinsin. Çox bəyəndi o da. Və daha sonra yenə də üçlü həmən maykaların üçlü dəstini almışam. Çünki böyük oğlum üçün almışdım. Fikirləşdim o birisilərə də götürüm və dəst olaraq belə üçlü şəkildə olanını götürdüm. Bunun keyfiyyəti nisbətən o birisinə baxanda biraz zəif idi, amma yenə dedim eybi yox, onsuz da evdə geyinirlər. Qara, ağ, bir də boz rəngində götürdüm ki, hərəsi birini giyinər. Evdə şortiklə falan giyinirlər. Və daha sonra uşaqların otağı üçün bir dənə belə şotka götürdüm. Gəlib həmişə mənim şotkamı götürürlər, özlərinkini qırıblar deyə. Aldım ki, özlərinki olsun ki, yəni saçlarım fenliyib eləyəndə belə şotkaları yox idi. Bunlar da onlarındır. Bir sözlə burada özümə heç nə demək olar yoxdur. Bir tək bunu almışam özümə. Bu da ki, nədir qızlar? Qulaq pirsingidir. Bildiniz də necə qulağın yuxarı hissəsindən taxmaq üçündür. Burada şəklini qoyacağım. Necə bir şeydir. Əvvəl olub məndə sadəcə olaraq salıb itirmişdim. Ona görə də çoxdan idi, yox idi və Temuda rastıma çıxan kimi aldım ki, olsun yenə hərdən taxaram. Və belə aldıqlarım Temudan da bu qədər oldu. Və videom da burada artıq sona çatdı. Bu da deməkdir ki, sağollaşmaq vaxtıdır artıq. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.